Gürcüstanda Poti limanı dərin sulu limandır. Anakle limanı artıq ilkin işlər görülüb, yeni layihələrlə həm dəmir yolu xətti çəkilir, avtomobil yolu elan ediblər ki, tikəcəklər və dalğaqıranın ilkin olaraq işlərinə başlanıb, həmçinin də dib dərinləşdirmə işləri. Orada da biraz daha çox siyasi kontekst vardı. Gah Amerika şirkətləri alırdı o limanı, sonradan sonuncu Çin şirkətləri və yekun o liman orta dəhliz üçün çox vacibdir. Nəyə görə vacibdir? Burada da dərin sulu liman olduğundan Panamax tipli konteyner daşıyan gəmilər yan ala biləcək. Bu eyni anda 10.000 9.000 konteyneri daşıyan gəmilərdir. Və burada hər bir istiqamətin öz əhəmiyyəti var. Hər bir sahəni də biz detallı olduğu kimi analiz etməyi bacarmalıyıq.